Ermənistanda illərlə hakimiyyətin zirvəsində olmuş iki prezident indi özləri siyasi və hüquqi təzyiq altındadır. Robert Köçəryan saxlanılıb. Serj Sarkisyanın adı yeni cinayət işində keçir. Köçəryanın ailə üzvlərinin mülklərində axtarışlar aparılır və proses artıq bir neçə şəxsi əhatə edir. Amma İrəvanda baş verənləri maraqlı edən əsas məsələ onların həbs olunması deyil. Daha sensasiyon bir ehtimal ortaya çıxıb. Köçəryan və Sarkisyan gələcəkdə Azərbaycana təhvil verilə bilərmi? Hazırda belə bir qərar yoxdur. Lakin bu şəxslərin taleyi artıq Ermənistanın daxili siyasi mübarizəsindən kənara çıxan məsələdir. Çünki hər ikisi Ermənistanın Qarabağ siyasətində əsas fiqurlar olub. İndi isə onları siyasi səhnədən uzaqlaşdıran proses Nikol Paşinyanın hakimiyyəti dövründə baş verir. Bəs Paşinyan niyə məhz indi köhnə hakimiyyətin ən güclü simalarına qarşı belə sərt addımlar atır? Cavab Ermənistanın qarşısında dayanan üç böyük məsələdə gizlənə bilər. Azərbaycanla sülh, konstitusiya dəyişiklikləri və Rusiyadan uzaqlaşan yeni xarici siyasət. Əgər bu hadisələr bir-birindən ayrı deyil, vahid siyasi strategiyanın hissəsidirsə, Ermənistanda sadəcə keçmiş prezidentlər mühakimə olunmur. Ölkənin siyasi sistemi yenidən qurulur. Proses Robert Köçəryanla məhdudlaşmır. Onun oğlu Sedrak Köçəryan, Serj Sarkisyan, keçmiş baş nazir Andranik Margaryan, İrəvanın sabiq meri Qagik Beqlaryan və digər tanınmış şəxslərin də adları cinayət işlərində keçir. Köçəryanın saxlanılmasından sonra onun və ailə üzvlərinin mülklərində axtarışların aparılması isə təzyiqin miqyasını göstərir. Rəsmi müstəvidə əsas ittihamlar korrupsiya və dövlət əmlakının mənimsənilməsi ilə bağlıdır. Lakin politoloq Elçin Xalidbəyli hesab edir ki, Paşinyanın siyasi hesabı bundan daha genişdir. Onun fikrincə, söhbət keçmiş prezidentlərin Qarabağdakı fəaliyyətlərinə görə cəzalandırılmasından çox, Paşinyana qarşı müqavimət göstərə biləcək siyasi qüvvələrin zəiflədilməsindən gedir. Bu baxımdan Köçəryan və Sarkisyan təsadüfə hədəflər deyil. Onlar Ermənistanın əvvəlki siyasi sisteminin ən tanınmış simalarıdır. Həmin sistemin zəiflədilməsi isə Paşinyana yeni siyasi qərarlar üçün daha geniş meydan aça bilər. Bu qərarların ən həssas istiqamətlərindən biri Ermənistan konstitusiyasıdır. Politoloqun fikrincə, yaxın perspektivdə konstitusiya referendumu keçirilə bilər. Burada Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla əlaqələndirilən müddaların dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Bu isə Bakı-İrəvan sülh prosesinin gələcəyi baxımından prinsipial məsələdir. Çünki Ermənistanın daxili hüquqi bazasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən müddalar qaldığı müddətdə sülh prosesinin siyasi yükü də tam aradan qalxmır. Paşinyan belə bir dəyişiklik istəyirsə, qarşısında yalnız hüquqi prosedur yox, ciddi siyasi müqavimət dayanacaq. Köçəryan və Sarkisyanın təmsil etdiyi qüvvələrin bu prosesə münasibəti də məhz buna görə əhəmiyyətlidir. Deməli, keçmiş hakimiyyətə qarşı başlayan hüquqi proseslə Ermənistanın gələcək konstitusiya xətti arasında siyasi bağ yaranır. Burada Rusiya amili də ortaya çıxır. Köçəryan və Sarkisyan Ermənistanın Moskva ilə ən sıx münasibətlər qurduğu siyasi dövrün əsas simaları sırasında olublar. Paşinyan isə son illərdə başqa istiqamət seçib. Ermənistan KTMT-dən uzaqlaşıb, Qərblə münasibətləri genişləndirib və Azərbaycanla sülh gündəliyini ön plana çıxarıb. Elçin Xalidbəyliyə görə Paşinyanın məqsədlərindən biri də məhz Rusiyaya yaxın köhnə siyasi düşərgənin təsir imkanlarını azaltmaqdır. Bu yanaşma doğrudursa, Köçəryan və Sarkisyan ətrafında baş verənlər Ermənistanın xarici siyasətindəki böyük dəyişimin daxili siyasi tərəfidir. Yəni, məsələ yalnız iki keçmiş prezidentin taleyi deyil. Söhbət Ermənistanın hansı istiqamətdə gedəcəyindən gedir. İndi isə ən çox diqqət çəkən suala qayıdaq. Köçəryan və Sarkisyan Azərbaycana verilə bilərmi? Hazırda buna dair rəsmi qərar yoxdur. Lakin belə bir ehtimalın siyasi dairələrdə müzakirə edilməsi təsadüfi görünmür. Çünki hər iki şəxs Qarabağ münaqişəsinin Ermənistan siyasətində əsas simaları olub. Ekspert hesab edir ki, gələcəkdə siyasi vəziyyət dəyişərsə, onların Azərbaycana təhvil verilməsi məsələsi də gündəmə gələ bilər. Belə bir addım isə sıradan ekstradisiya hadisəsi olmazdı. Bu, Ermənistanın keçmiş hakimiyyəti ilə bağlı siyasətinin yeni mərhələyə keçdiyini göstərən ciddi siyasi siqnal olardı.
olacaqdır. Amma bunun baş verib verməyəcəyini indidən söyləmək mümkün deyil. Hazırki mənzərə isə kifayət qədər aydındır. Paşinyan keçmiş hakimiyyətin əsas simalarına qarşı hüquqi mexanizmləri işə salıb. Köçəryan artıq saxlanılıb. Sarkisyan və digər keçmiş yüksək vəzifəli şəxslərin adı cinayət işlərində keçir. Bunun fonunda Ermənistanın konstitusiya dəyişiklikləri və Azərbaycanla sülh prosesi gündəmdədir. Eyni zamanda İrəvan Moskva ilə əvvəlki münasibət modelindən uzaqlaşaraq qərbə inteqrasiyanı sürətləndirir. Bütün bunların bir-biri ilə əlaqəli olub-olmadığını zaman göstərəcək. Amma bir nəticə artıq görünür. Ermənistanda köhnə siyasi elitanın mövqeləri ciddi şəkildə sarsılır və qarşıdakı əsas sual Köçəryanla Sarkisyanın siyasi taleyindən daha böyükdür. Paşinyan bu təmizləmə prosesini sona çatdırıb Ermənistanın daxili və xarici siyasətini yeni xətt üzərində formalaşdıra biləcəkmi? Əgər cavab müsbət olarsa, bunun növbəti ünvanlarından biri Bakı-İrəvan sülh gündəliyi olacaq. Köçəryan və Sarkisyanın taleyi isə həmin dəyişimin ən diqqət çəkən göstəricilərindən birinə çevrilə bilər. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.